Mən bu oğlana şəklin görürsə fotosunu elə Yetim Məhəmməd deyəcəm. E, Deyərdim ki, elə başqaları kimi mən də Məhəmmədi müdafiə eləmişəm birinci dəfə. O efirə çıxanda 3 saylı uşaq evindən narazılıq edəndə yemək verilmir, uşaqlara incidirlər, zor tətbiq edirlər, özbaşınalıqdır, digər faktlar demişdi. Doğrudan da bu uşağa, bu oğlana qəhrəman kimi baxırdıq. Ondan sonra bir neçə dəfə uşaq evindən qaçdı. Yəni problemlər oldu, yenə də qaçdı və mənə də müraciət elədilər. Mən onu 2 gün, 3 gün ictimailəşdirdim. Uşaq evinə təkrar 3 saylı uşaq evinə yerləşdirilməsinə kömək etdim. Məhəmmədi mən gördüm, çox çılğın idi, əsəbi idi, çox çılğın idi. Mən bir neçə dəfə, yenə də deyirəm, uşaq evinin direktoruna zəng vurdum, danışdım. Yəni müəyyən məsələləri bu oğlanla bağlı danışdıq və mən onu çılğın gördüyümə görə biraz bu oğlana görə narahat oldum. 16-17 yaşında bir oğlan. Düşündüm ki, bu hər şey də bilər də. Məsəl üçün mən direktordan soruşdum. Məhəmməddən nəyə görə narazısınız? Bəli, o da təsdiq etdi ki, çox çılğındır, tələbkardır. Gecə 2-də, 3-də yemək istəyir. Ən gözəl istəyir mətbəxdə yeməklər olsun. Bunun üçün ayrıca yemək saxlamaq lazımdır. Yəni bu şeyləri dedi. Amma sualı mən verdim. Az yaşlı uşaqlara qarşı, oğlanlara, qızlara qarşı bu nəsə edə bilərmi? Ürəyimdə bir şübhə vardı. Bir neçə dəfə soruşdum 3 saylı uşaq evinin direktorundan. Dedi ki, Sarı xanım, o uşaq, Məhəmməd, elə uşaq deyil. O bunu heç vaxt etməz. 3 dəfə, 4 dəfə mən yenə də deyirəm 3 saylı uşaq evinin direktoruna bu sualı vermişəm. O deyib ki, Məhəmməd çox, yəni o nöqteyi nəzərdən ki, çox tərbiyəlidir, əxlaqlıdır. Orada özündən yaşlı kiçik olan hər bir uşağı, oğlana, qızla öz bacısı, qardaşı kimi baxır və onları qoruyur. Amma bu günlərdə eşitdi ki, Məhəmməd həbs olunub və 19 yaşı var, 10 il müddətinə azadlıqdan məhrum edilir və belə arada onu Maşlıqda yerləşən psixiatriya xəstəxanasına da yerləşdirmişdilər. Orada baş həkim dedi ki, Məhəmməd çox sağlamdır. Hər birimizdə belə deyək də, belə sadə dildə deyim, o dəliliyin əlamətləri var. Hər birimizdə var. Yəni Məhəmmədi yanlış olaraq gətirib bura yerləşdiriblər. İndi onu təbii ki, mən bunu davam etdirəcəm. Yenə deyirəm, uşaq evinin direktoru 3 dəfə səmimi etiraf etdi ki, o özündən yaşda kiçik olan uşaqlara bacısı, qardaşı kimi baxır, amma Məhəmmədə 10 il, yenə də deyirəm ki, müddətlə azadlıqdan məhrum olub və uşaq evində yaşayan 13 yaşlı bir uşağı zorlamada ittiham edilib. Yəni mən araşdırmalarımı davam etdirəcəm Məhəmmədlə bağlı. Yəqin digərləri jurnalistlərimiz də bunu